Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. İndi hal-hazırda sizə bir dənə sifarişimiz haqqında məlumat verəcəm Allahın izni ilə. O sifariş haqqında danışmamışdan qabaq bir məsələni nəzərinizə çatdırım ki, yəni biz həqiqətən də, yəni belə deyək də, biri var ki, misal üçün elə toptancılar var ki, misal üçün hansısa bir sifarişi özü üçün sifariş eləyir, çəkir, paylaşır ki, bu hansısa bir müştərinin sifarişidir. Əslində isə hansısa bir müştərinin sifarişi deyil. Bu harasa sifariş eləyib o toptancı, deməli, sifarişi gəlib mağazasına, sadəcə onu insanlara elə göstərir ki, güyamış bu kiməsə sifariş gedir. Bizdə isə Allahın izni necədir? Bizdə yalan yoxdur. Necə ki, dediyimiz kimi həmişə deyirik videolarımızda, indi də deyirik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyib? Deyib ki, kişi yalan danışmaz. Yəni ticarətin xətrinə yalan danışmaq olmaz. Kişi düzgün danışar. Hamı səndən əmin olmalıdır ki, bu adam düzgün danışanlardandır. İndi bu sifarişimiz Allahın izni ilə gedir hara? Gürcüstana bir dənə dəyərli müştərimizə, dəyərli qardaşımıza 5 dənə çamadan və bir korobka daimon aparatı. Bu korobkanın içində də deməli 6 ədəd nə olur? Daimon aparatı olur. 6 ədəd daimon aparatı. Yəni bu yalandan çəkilən video deyil də, dediyim kimi. Sonra 2 paçka daimon aparatın lenti və gördüyünüz bütün bu nə qədər ki stentlər var, fərqli ölçüdə stentlər. Onlar da qardaş sifariş veribdi. Gürcüstanda həmi səyyar satışı orada belə deyək də həyata keçirdicilər Allahın izni ilə. Həmçinin də bu stentlərlə köşklərə, nə bilim, produkt dükanlarına həmin bu stentlərlə nenicilər həmin bu ətir işini həyata keçirdicilər Allahın izni. Əziz müştərilər, əgər siz də istər çamadanla satış olsun, istər onlayn olsun, istər də bu belə möhtəşəm stentlər olsun, fərqi yoxdur da. Həm balaca ölçüləri var, həm böyük ölçüləri var bu stentləri. Kim istəsə bizim Atlar Galerinin hər 4 filialına da yazıb, ya da ki yaxınlaşıb bu stentlərdən, bu çamadandan nə edə bilər? Allahın izni əldə edə bilər. Bizdə ətirlər həm topdan, həm pərakəndə, yəni satışı mövcuddur. Onu da qeyd edək ki, o bəzi insanlar var ki, deyir ki, iş yoxdur, işsizlikdir, çətinlikdir, nə bilim, dolana bilmirik, yaşaya bilmirik, nə bilim, produkt ala bilmirik. İş görməkdən ötürü nə etmək lazımdır? İşləmək lazımdır. Bizim mağazalarımıza yaxınlaşırsınız, əməkdaşlarımız yəni sizə ətir haqqında məlumat verir. İstər çamadan götürüb səyyar satmaq. Onu da qeyd edeyim ki, o çamadan haqqında mən videolar çəkəndə çox müştərilər deyir ki, izləyicilər daha doğrusu yazır ki, əgər o yaxşıdırsa, getginə elə özün satçına. 10 il bundan qabaq, yəni 1-3 il mən bu çamadanla ətir satmışam. Və Allah həmd olsun da ki, bu 4 dənə filialın 4-ünü də nə ilə qurmuşam? Həmin bu səyyar çamadanla, ətir satmaqla qurmuşam. İndi bu videomu izləyən mənim köhnə müştərilərim də orada kommentdə Allahın izni ilə, yəni belə deyək də köməklik göstərəcəklər ki, həqiqətən də deyəcəklər ki, yəni bu qardaş həqiqətən də bu işi nə ilə qurub? Bu çamadanla qurub. Yəni kim iş qurmaq istəsə, bizim hər 4 filialımızın 4-ünə də yaxınlaşsın. Biz hər bir barədə köməklik göstərəcəyik Allahın izni. Rahat şəkildə ətiri necə satmaq lazımdır, harada satmaq lazımdır, bütün hər bir barədə məlumat verəcək. Aparıb bir dənə nə lazımdır sizə? Bir dənə aparıb ətiri satmaq lazımdır. Bu da Gürcüstana olan sifarişimiz ki, hansı ki bayaqları videonu çəkmişdik. Çamadanlar qara kloklara qoyuldu və stentlər və o da daimon aparatı ilə lentləri. Allahın izni yığıldı. Hal-hazırda göndəriləcək hara? Gürcüstana. Kim istəsə
nə edə bilər? Bizimlə əməkdaşlıq eləyə bilər. Bizim işimiz həm topdan, həm pərakəndədir. Yəni heç bir narahatçılıq yoxdur. Ümumiyyətlə ətir sahəsində nə iş görmək istəyirsinizsə, bizə yaxınlaşa bilərsiniz. Dərdinizi bizlə bölüşə bilərsiniz. Elə addım ola bilər ki, siz səhv addım ata bilərsiniz. Amma biz isə nə edə bilərik? Sizə kömək eləyərik ki, o səhv addımı atmayasınız. Vallahi da billah da o qədər insanlar olub ki, böyük bir summa ilə gəlib ki, qardaş, bu işi görmək istəyirəm. Hətta mənim orada xeyrim filan qədər olub, amma görmüşəm ki, mən elə bir ki, xoşbəxt olacam o filankəsin pulu ilə. O adam isə bədbəxt olacaq. Vallahi da billah da onu qoymamışam o addımı atmağa. Yəni bizə rahatlıqla güvənə bilərsiniz. Heç bir narahatçılıq yoxdur. Allah sizdən razı olsun. Allah sizi qorusun. Esselamu aleykum və rahmetullahi və barakatuhu.